Abdullah Zubir, ara ötürməsi Kadi istiqamətində. Kadi yenə də büdürür. Qapçını keçib, qapı istiqamətində zərbə vurmağa çalışırdı. Kadi Borges. Zubir yanındaydı. Abdullah Zubir, ara ötürməsi Camilo Durana. Topu yenə də Zubirə qaytarmaq olardı. Zərbə vuruldu və toxunuş var idi. Küncdən zərbə olmalıdır. Kadi yaxınlaşır künc nöqtəsinə. Kevin Medina fəal görünür cərimə meydançasında. Top eləməz Medina istiqamətinə gedirdi. Müdafiəçilər topu uzaqlaşdırdılar. Oyundan baş hakim işarəsini verir. Yanko zərbəsini vurur, amma top canlı səthdə deyir. Marko Yankoviçin zərbəsindən sonra top canlı səthdə deyildi. Orada da əlli oyunla bağlı bir şübhə var. Qaçırılan penalti olmuşdu. Biri barədə danışdım. Diego Almeida Araz Naxçıvanla oyunda penaltini qaçırmışdı. Qaçıran digər futbolçu isə Sumqayıtın heyətində olub. Turan Tovuzla görüş. İmişli komandasında qaldı. İmişlinin əks hücumunu izləyirik. Juninho çox ləngidi. Amma Koxalskinin səhvini görürük. Medina daha yaxındır. Buradakı hərəkət ötürmə edilir. Müdafiəçilər dəqiq oynayırlar, səhvsiz oynayırlar. Mateus topa çatdı, növbəti ötürmə Andrey Sinyenka topu götürür. 4 komanda var, onlardan biri də məhz Qarabağdır. Qarabağ son çempion Sabah, Zirə və Araz Naxçıvan klubları. Qarabağın hücumunu izləyirik. Sağ cinahdan qurulur, ötürmə edildi. Başla zərbə vurmaq mümkün olmadı. Royo topu uzaqlaşdırdı. Həmlə davam edir. Zubir. Top Viegas'a dəyir. Viegas var gücü ilə topu irəli vurdu. Kadi uğursuz həmlə oldu.